Maçlar əsəbəsində, Maçdağa Buzovlu yolunun üzərində, Küsotunun içində belə bir 6 qarajlı, 3 otaqlı evlə sizi tanış edirəm. Dəyərli izləyicilərim, videonu sonuna qədər izləyin. Məlumatlar videonun daxilində qeyd olunacaq inşallah. Hal-hazırda evin həyətyan sahəsində belə bir həyətə malikdir. Darvazası jalüzdən idarə olunan, deməli, pultdur. Darvazasıdır. Alt səsi qarajlı demişdik. Belə bir geniş, böyük qaraja sahibdir. Yəni 2 maşın rahatlıqla saxlamaq mümkündür. Alt səsində otaqlar var, amma təmirsizdir. Yuxarısı isə təmirlidir. Və burada da belə bir hissəsi var. Kombi üçün nəzərdə tutulur. Həm də kaldovka kimi də kiçik olan kaldovka kimi istifadə etmək, əldam kimi istifadə etmək mümkündür. Ev öz yerdən kürsüldür. Dediyim kimi evdə son tamamlanma işləri gedir. Hal-hazırda təqdim edirəm sizə. Yəni son tamamlanma işləri gedir. Yəni aboyun bir qismi vurulub, bir qismi də vurulacaq. Deməli solda yerləşir belə bir mətbəxi, sağda belə bir qonaq otağı, geniş, böyük, işıqlı qonaq otağıdır və 2 ayrı-ayrılıqda olan yataq otaqları. Bura birinci belə bir yataq otağıdır, böyük olan. Burada isə ikinci belə bir kiçik olan yataq otağıdır. İsti sistemi kombidir, xətlər çəkilib bütün otaqlarda və sonda sanitar qovşaq və hamam otağı, bütün aksesuarlar daxil, hamısı bağlamaq üstündədir. Sənədi əldə isə bu evin sənədi kupçadır. Çıxarış evində, torpağında xüsusi mülkiyyət çıxarışı paket kupça. Qiymət isə 98.000 manat start olaraq deyilir. Yəni, real alıcı gəlsə, sahibi tərəfindən indirim var. Əlaqə nömrəmiz aşağıda və səhifədə mövcuddur. Bu və bunun kimi digər evlərlə tanış olmaq istərsəniz, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi də unutmayın, sağ olun.